Selamun Aleyküm, əziz izləyicilər, müminlər, müsəlmanlar, bizim gözəl Azərbaycan dilində danışan həmvətənlərimiz və xaricdə yaşayan soydaşlarımız, mübarək, gözəl, bərəkətli, əzəmətli Qədirxum bayramı münasibəti ilə hamınızı təbrik edirik. Allah Teala bu bayramın səbəbkarı olan Əmir əl-Müminin Əli əleyhissalamın vilayətindən bizi ayrı salmasın. Allaha şükür edirik ki, bizi o ağanın vilayətində qərar verib, daha da sabit qədəm etsin. Və Allaha şükür edirik ki, yenidən sizin xidmətinizdəyik, Quran və Əhl-i Beytin huzurundayıq. Bugünkü mövzumuz elə Qədirxum bayramı ilə əlaqədardır və möhtərəm ustad Hacı Əhliman Rüstəmovun gözəl bəyanatından faydalanacaq. İnşallah bu podkastımızdan hamımız ilahi tərəfindən lütf olunan faydalara nail olarıq. Hacı, xoş gördük. Bayramımız mübarək olsun. Neçə belə illərə inşallah. Sağ olun, sizə təşəkkür. Allah köməyiniz olsun. Allah hamımıza mübarək qərar versin inşallah. Amin inşallah. Qədim deyirlər Seyidlərin bayramında. Seyidlər adama bir muştuluq da verirdilər, hədiyyə da verirdilər. Verilişdən sonra inşallah. İnşallah. Nağdı eləyə bilərsən, görsünlər. Allah mübarək eləsin inşallah. Allah bizi əleyhissalamın vilayətindən ayırmasın. Amin. Ahirətdə şifayətindən ayırmasın inşallah. Hacı, düzdür, indi Qədirxum haqqında hamımız kifayət qədər məlumatlıyıq, amma nəsillər dəyişir, ya insanların yaddaşları görsən problem yaşayır. Qısa xronoloji bir tarixçə. Qədirxum nədir? Bəli, Seyid. Yəni İndi bu mövqedə mənəm də, indi siz gedəcəksiniz. belə başladı, ya da yəni burada bərabər hüquqluyuq da inşallah. Mən deyim, təkmilin sən deyərsən inşallah. Bəli, bu Qədirxum bir gündür ki, Həzrəti Rəsulullah Həccətül Vidadan qaydanda həmin o Cəhvə çölündə bu Qədirxum deyilən yerdə Əli əleyhissalamın rəsmi olaraq imamətini elan edib. O vaxta qədər Əli əleyhissalamın canişinliyi və imaməti müxtəlif yerlərdə, müxtəlif sözlərlə, müxtəlif cümlələrlə Həzrəti Peyğəmbərdən tərəfindən deyilmişdi və başa salınmışdı. Belə çıxır ki, Qədirxum hadisəsi bu Əli əleyhissalamın canişinliyi, vilayət, imamət məsələsinin başlanğıcı deyil. Bəli. Çünki Həzrəti Rəsulullah birinci dəfə qohum əqrabasını yığıb ki, bənzir əşirətəl əqrəbin ayəsi gələndə o Yavmuddar günündə deyəndə ki, kim birinci mənə təsdiq eləsə, o mənim canişinim olacaq, Əli əleyhissalam birinci təsdiq elədi. Yəni nübüvvətlə paralel başlayıb. Bəli, paralel başlayıb və Həzrəti Rəsulullahın hətta 40 yaşında gəlib Peyğəmbərliyə qəbul, yəni məbus olmasının bəzi illətlərinin içərisində bəzi alimlər bunu da deyirlər. Məsələn, Həzrəti İsa 3 günlüyündə deyir, mən indi Əbdəllah beşikdə, mən Allahın Peyğəmbəriyəm. Amma Həzrəti Rəsulullah ki, nübüvvətin o üzüyün qaşı kimidir, əşrəfidir, saadatıdır. Ondan sonra Allaha daha yaxındır. Bəli də cəhətlərdən yaxındır. Ondan sonra hətta deyək ki, bu Qədirxum ki, İslam bayramlarının elə o neçə dənə bayramdan biridir. Hətta bəzi cəhətlərdən üstünlük də vermək olur. Çünki Qurban bayramıdır, orucluq bayramıdır. Onların heç birində Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu əleykum neməti deyilməyib də. Düzdür, kimlərsə irad edir, amma faktlıdır da. Ayələrin acı tərcüməsində deyərdiniz. Bugün dini kamilləşdirdim, neməti tamamladım. Bu ayənin şərin nüzulunda da söhbət yoxdur. Qədirxumda da nazil olmağında söhbət yoxdur. Yəni yekdildir də. Yekdildir, bəli. Və o Qədirxumda da bir hadisə baş vermədi. Başqa bir hadisə
ki, deyəsən ki, bu o hadisəyə aid idi, bu hadisəyə aid deyil. Yəni başqa yerə yozmaq olmur. Başqa yerə də yozmaq olmur. Hətta bəziləri mən kuntu Mövla fəhazə əliyyün Mövla deyəndə də deyirlər Mövla vəli, rəhbərlik, imamət mənasına deyir. Məsələn, Mövla dost mənasındadır. Onun özündə də bir dənə söz var Seyid. Hələ məsələn fərz eləsək ki, bu dost mənasındadır. Biri mənə deyirdi ki, Qurandakı ayə var. İnnəmə yuridullah Yusuf Təthir ayəsi. Orada məcburidir. Elə deyirdi, o elə düşünürdü. Yəni paçlıq məcburi olur. Paçlıq məcburi olur. Mən ona dedim ki, bir dənə belə öz dilimizdə danışaq da. Ben niyə məni məcbur Allah təsvir eləməyim? Niyə sənin? Niyə innəma deyir, məhz sizi? Məhz sizi. Bu hətta məcburi də olsa belə Allah eləyib. Allah eləyib. Biz neyinəyək? Yəni burada da yenə onların üstünlüyü var ki, Allah onları eləyib. Belə çıxır ki, bəzi insanlar belə qəbul edirlər ki, bəzi insanlar mələk kimidir. Allah məcburən pak edib onlar. Belə insan varmı ümumiyyətlə dünyada? Yəni mən bir dəfə müxatab olduğum adam o cürə deyir. Yaxşı. Bu Mövlanın da dost mənasına tutanlar var. Yəni hətta bilirsiniz Seyid, bizim üsul elmində hədisdən ki bəhs olunur, ondan sonra hədisin sənədindən ki bəhs olunur, sonra başqa elmlərdə də var da, o üsulda o əhkamın istinbat qaydalarıdır. Orada məsələn gəlib ya elə hədis elmində misal vuranda hədislər ki bölünür neçə hissəyə, o ki səhih hədisdir, mütəvatir hədislər səhih hesab olunurlar. Mütəvatir hədisə hətta əhl-i sünnə qardaşların, alimləri də öz kitablarında mütəvatir hədisə misal vuranda deyirlər ki, hədisil qədir. O qədər mütəvatirdir qədir hədisi. Mütəvatirdir ki, hamının tərəfindən qəbul olunub, o qədir hədisi şablon olub, etalon olub, əməl, meyar olub. Orada indi məsələn deyəndə ki, dost mənasınadır. Əlbəttə dost mənasına deyir. Amma biri deyir ki, məsələn, bu cürə deyənlər var ki, dost mənasınadır. Orada məsələn, yenə mən həmin o sözü işlədirəm. Deyirəm ki, hətta dost mənasına da olsa, Allah Taala bir nəfərlə dostluğun, ya bir nəfərin ümumi müsəlmanlarla dostluğuna görə 121 nəfəri o istinin altında saxlayır. Peyğəmbərinə də əvvəlcədən deyir, dayan, fəin ləm təfəl fəma bəlləqdə risalətə. Da bunu deyənib deməsən elə biləs peyğəmbərlik. Bu necə dostluqdur ki? Hətta dostluq da olsa bu dərəcədə dostluq risalətə bərabər. Yəni bir dostluq ki risalətlə bərabərdir. O dostluq deməli adi dostluq deyil. Hətta əlbəttə dostluğun onun peyğəmbərin 2 dəfə dostluq o məclisi olub. Ondan sonra məsələn hər ikisində əleyhissalam özünə dost seçib. Hələ fərz edək ki, bu da üçüncüsü də Allah tərəfindən təşkil olunmuşdur. O dostluq ki Allah onun o dostluğa bu boyda həngamə düzəldirsən, bir dinin kamilləşməsini ona bağlayıb. 2 nemətin tamamlanmağını ona bağlayıb. 3 risalətin tamamlanmağın ona bağlayıb. Əgər bunu indi elan eləməsin, elə bir heç nə eləməz. Elə bir heç nə fəma bəlləqdə risalə. Allahın risalətinə əməl eləməməsən, eləməmsən. Bu dostluq deməli adi dostluq deyil. Əlbəttə dostluq mənasına deyil. Hətta digər tərəfdən də yaxşı dostluq tutan. Dostluq elədilər? Yox. Dostluq da eləmədilər. Peyğəmbər tapşırmışdı dostluq. Bəli. Həmin sahabələr düşmənçilik elədilər də sonra əleyhissalam. Duasını da eləmişdi. Allahümmə vəl mən vala. Və adəmən adəm. Vəxsül mən xəzələ. Mənsur mən. Əlini tək qoyanı tək qoy. Bəli. Xəzil elə. Kim kömək eləsə kömək elə. Vəxsül bizim Azərbaycan dilində o sözü zəll elə də. Zəlil elə də. Məhv elə girən qoy geçsin. Yaxşı. O adam ki ondan o cürə rəftar edir. Nə dostluğuymuş bu. Nə dostluğu. Kaş elə vəli deyəydi, canişin deyəydi. Bəli, canişin. Yəni, bu Qədir-Xumdan başlamamışdı. Bu başlamışdı Hələ Həzrəti Peyğəmbərin ilk Beysət günündən və o Vənzir Əşirətə Kəl-Əqrəbindən. Ondan da sonra dəfələrlə hər yerdə, neçə yerlərdə də elə o 23 il risalət boyunca təsdiqlənmişdi. Təbuk müharibəsində laf möhkəm. Qısqanclıq görünürdü də. Yəni, orada məsələn Həzrəti Əleyhisselam bir dənə müharibədə iştirak eləməyib. Təbukda, Mədinədə qalıb ki, Həzrət buyurur ki, orada da Mədinədə qalmaq elə müharibəyə bərabər bir şeydir. Bərabər idi.
müharibəyə bərabər idi və Həzrət Rəsulullahın kəlamları da elə ona deyir də və orada da deyir ki, istəmirsən sənin mənə olan münasibətin Həzrəti Harunun Musaya olan münasibətində olsun. Bir dənə bu fərqi var ki, ondan sonra Peyğəmbər yox idi. Yəni Harun Peyğəmbər idi, sən bir dənə Peyğəmbər deyilsən də. Peyğəmbər deyilsən. O da məhz belə deyə də bizim dildə sənin günahın deyir də. Çünki Allah Taala o qapını da bağlayır. Ona da ehtiyac qalmır. Bu məsələlər və hətta əvvəldə işarə elədim ki, məsələn, alimlərdən var ki, deyir, Həzrəti İsa 3 günlüyündə, Həzrəti Musa 11, 12, 13 yaşında, Həzrəti İbrahim 13 yaşında. 16 yaşında o da atıblar. Bəli, fəma bələğə rüşd deyir də. Fələm mabələr. Rüşd halına çatanda, yəni 12-13 yaşına çatanda. Bunlar hamısı Peyğəmbər olurlar. Özdə Ül-Ləzm Peyğəmbər, Həzrəti Peyğəmbər ki, bunların hamısı müqəddimə idi Həzrəti Peyğəmbərin risalətinə və Quranın gəlməyinə. O gəlir 40 yaşına. 40 yaşına. Neçə dənə dəlil məsələn gətirirlər orada. Bu dəlildə deyirlər ki, Həzrəti Əli gəlib o həddə çatmalı idi ki, Bələğə rüşdə çatmalı idi. Bələğə rüşdə çatmalı idi. O rəsmi surətdə 13 yaşına çatdı da. Bəli. Və ona görə də məsələn hələ 13 yaşı vardı. Həzrəti İbrahimin Peyğəmbər olan yaşına çatmışdı. Həzrəti Musanın Peyğəmbər olan yaşına çatmışdı. Həzrəti İsa'nın Peyğəmbərliyini elan eləməyindən 13 il artıq olmuşdu. Onunla belə Əbu Talibə deyirdilər ki, məsxərə edirlər. Uşağın gəldi, sən rəhbərin oldu. Çünki o cahil ərəblərin dövründə, cəhalət dövründə onların kafasına, beyinlərinə sığışmırdı bir adamın oğlu gəlib onun rəhbəri. Qəbilə şeyxləri qalar. Bəli, o cürə məsələn, sən qala oğlundura məsələn, əmri var. Halbuki nə elmi baxımdan, nə belə praktiki baxımdan, nə əqli baxımdan onun heç bir problemi yoxdur. Ona qalanda birinin dədəsi çoban olsa gərək bu müəllim olmasın. Məsələn, birinin dədəsi sürücü olsa onun oğlu alim olmasın. Birinin atası onda məsələn fərz edir ki, bir də texnikum qutarıb. Onda gərək bunun uşağı gedib institut oxumasın ki, sən gəlib mən atamdan savadlı olacaq. Yəni, əqil də qəbul eləmir, ürf də qəbul eləmir. O Həzrəti Əli əleyhissalamın özdə, bir dənə də bunu deyim, sonra yenə qayıdarıq söhbətə, elə bu mövzunun davamında. Həzrəti Rəsullahın belə bir baxışdan baxanda, Be'sət biz bilirsiniz də bu kəlmələrə bir xüsusi tərəfdən baxmaq olur, bir ümumi tərəfdən baxmaq olur. Be'sət deyəndə, yəni Peyğəmbərin məbus olmağı, yəni Allah Teala tərəfindən Peyğəmbərliyə təyin olunması, seçilməsi. Bunu biraz böyük mənada tutanda, hər hansı bir məsələnin mövzunun ortalığa çıxmasında da Be'sət kəlməsini işlədirlər. Məsələn, bir fərz eləyək ki, bir qovumun, bir dəstənin ayağa qalxmasına da Be'sət deyirlər. Hətta Quran-ı Kərimdə deyir, Qabili öyrətmək üçün Allah və bə'səhu rabən qarğanı məbus elədi. Bəli, ay sağ ol, qəşəng yerində. Həzrəti Peyğəmbərin o baxımına baxanda 2 dənə Be'sət olub. Bir nübüvvətə Mədinədə məbus olması, bir ikinci Be'səti, bunu alimlərin dilində var, qələmlərində var, Mədiniyə gəlməsi. Hicrəti. Hicrət özü də Məkkəyə nisbət hicrət idi, Mədiniyə nisbət Be'sət idi. Peyğəmbərliyin yeni dönəminin başlaması idi. Bəli. Yeni dönəminin başlanması idi, təzə səhnə, təzə cəmaət, təzə... Və burada bu alınmadı. Bəli, Peyğəmbər elə bil Məkkədən Mədiniyə hicrət eləyirdi, Məkkədən hicrət eləyirdi, Mədinədə məbus olurdu. Bəli. Yaxşı. Elə günəş kimi orada batıb, burada qalıb çıxırdı. Yaxşı. İndi Həzrəti Rəsullahın Be'səti yubanır 40 il. Ta Həzrəti Əli gəlsin, o məqama çatsın, o yaşa çatsın. Həzrəti Rəsulullah bəzi mənbələrdə var 12 ya 13 gün Mədinənin kənarında Qubada qalır. Ta Həzrəti Əli əleyhissalam gəlir çatır. Ondan sonra hətta Həzrəti Peyğəmbər Mədiniyə də Həzrəti Əlisiz getmədi. İkinci Be'sət idi o. Çünki İslam dini Mədinədə verdiyi faydadan çox Məkkədə verdiyi faydadan çox Mədinədə verəcək. Hacı maraqlı deyir, istəyirəm bir haşiyə çıxaq.
Peyğəmbər sallallahu əleyhi və aleyh 23 il zəhmət çəkib əsas etibarilə 40 ildən sonra nəzərdə alsaq. Onun əksəriyyətini Məkkədə zəhmət çəkib, amma faydası az olub. Bəli. 10 il Mədinədə 13 il İslamı qurdu əməlli başdı. Çünki Həzrəti Peyğəmbərin Məkkədə bilirsiniz də o insanların özünün də rolu var haqqın genişlənməsində, batilin genişlənməsində. Məkkədə müşriklər çox insafsız müşriklər idi. Çox nanəcim insanlar. Hətta onu sirayət elətdirdilər, yenə də Mədinəyə də hücum elədilər. Mədinəyə də bəli hücum elədilər. O dövrdə 420 kilometr məsafəni daş kəsə arasında qumsallıqda gəl ki, bunları öldürüm İslam yayılmasın. Bəli. İşinə baxır. Bu yandan deyirlər yetimdir. Bu yandan deyirlər yetimdir. Baxın görməsə nə qədər insanlar cahildilər. Məsələn, Peyğəmbərliyinə tutduqları iradlardan biri Peyğəmbərin yetim olması idi. Bir irad tutduqlarından biri Peyğəmbərlərin məsələn, dərs oxumaması idi. İrad tutmaqlarından biri pulunun, varının, dövlətinin olmaması. Həzrət Davud deyəndə Talut deyir, onun pulu yoxdur ki. Haqqı bil mülkün biz daha çox layiq. Elə bir Talut gəlib banca çazadı bunlar üçün. Deyir, onun pulu yoxdur, varı yoxdur, mülkü yoxdur, o bizə hardan başlayır? İndi bizə gülünc görünür, amma vələm yutə səətən minəl mal. Bunun var dövləti yoxdur. Daha da deyir, malı yox, qəribə. Heç bir malı yoxdur. Həzrət Peyğəmbər deməli, məsələn, Həzrət Davud deyəndə, mən bunu sərmayə qoymağa gətirmirəm ki bunu. Mən sizə bunu gətirirəm ki, sizə sərkərdə olsun, döyüşsün. Yaxşı, Həzrət Peyğəmbərə olan iradlardan biri bu idi. Yetimliyin qəbul eləmirlər, pulsuzluğun qəbul eləmirlər. Yaxşı, məktəb oxumamağın qəbul eləmirlər. Amma yığışırlar gecə-gündüz, plan qururlar, bunu necə öldürək? Yaxşı, adam heç bir təsiri olmayacaq, zəif birisidir, nə işin var? Yəni, əgər bu qədər zəifdirsə, bu qədər məsələn, deyək ki, heç nəyə kara gəlmirsə, niyə bunu yığışdınız, məsələn, məcbur oldu, çıxdı, geçsin, məsələn, Taifə. O çatma Həzrət Peyğəmbər bir neçə göndərdi. Ora çatmamış xəbər göndərdiniz, daşladılar Peyğəmbəri qayıtdı dala. Ondan sonra Şeybə Əbu Talibdə 3 il mühasirədə saxladınız. Nə qız verirdiniz, nə qız alırdınız, hətta çörək, çay, nə alver eləyirdiniz. Məsələn, xanım Xədicə gecələr gizdində ya başqa möminlər ora bir formada yeməklər aparırdı. Ondan sonra məsələn, neçə dəfə hətta var Minadan Həzrəti Peyğəmbər, mən tarixi Ənbiyada görmüşəm özüm. Səhv eləmirəmsə, Seyyid Haşim Məhəllatinin tarixi Ənbiyasındadır. Deyir, daşı yığıb iplə bağlamışdılar o Minadan düşən yerlərdə, bu qayalıqda. Oradan Peyğəmbər gəlib oradan keçəndə vurdular, ipləri qırdılar, daşı oradan da. Məsələn, elə bir kamaz daşı oradan gəlir. Dəvə o səsin elə bir daşların gürültüsündən, uğultusundan özün qayadan atmaq istəyirdi. Həzrət Rəsulullah deyir, əlin qoydu, vilayət təkvinlə dəvəni sakitləşdirdi. Burasına qədər. Ondan da sonra həmin Leylətül Məbiddə Cəlil İslam yerində yatmışdı. Onlar gəldilər, gördülər, 50 idi. Peyğəmbər olsaydı öldürəcəkdilər də. Öldürməyə gəlmişlər. Özü elə plan qurmuşlar. Hər tayfadan bir nəfər seçilmişdi ki, heç kimdən bunlar iddia eləyənməz. Bəni Haşim qisas ala bilməsin. Qisas ala bilməsinlər də. Dünyada zalimlar, cahillər, hegemonlar bəzən eləyirlər. Haqqın üstünə gedəndə yığışırlar, toplum şəkildə gedirlər ki, bu birdən biz bunu öldürüb istədiyimizə nail ola bilməsək, bu durub kimdən haqq tələb edəcək? Hansımızdan haqq tələb eləyə biləcək. Ona elə Əhzab müharibəsi də o cür idi. Hamısı partiyalar, hizblər yığışmışdı. Hətta məsələn, Əmr ibn Əbdibət heç bir partiyaya, heç bir hizbə, heç bir dəstəyə mənsub olan adam deyildi. Məsələn, orada Məsihlər vardı, Yəhudilər vardı, müşriklər var idi. Amma Əmr ibn Əbdibət heç birindən deyildi. Kim idi? Quldur idi. Quldur idi. Hətta quldur da götürmüşdülər ki, məsələdə onlardan al qısası. Yəni, bu qədər plan çəkirdilər, kimdən yetim uşağın üstündə, və atası anası uşağın üstündə. Bu özü Peyğəmbərin o gücünün, qüvvəsinin, ideyasının, məktəbinin göstəricisi zimnən onun təsdiqlənməsi idi ki, Həzrəti Əli də orada yenə Mədiniyyətə gələndə
onsuz Həzrəti Peyğəmbər gəlmədi mənim. 13 gün. Hətta məsələn bəzi mənbələrdə var, Peyğəmbərin yanına gəldilər ya Peyğəmbərlə gələn bəzi adamlar orada qalmadılar. Çıxdılar, gəldilər Mədiniyə, axıra qədər dözmədilər. Gəldilər Mədiniyə, Həzrət gözlədi, Əli əleyhissalam gəldi, Əli əleyhissalamın bir yerdə gəldi. Bax, bunlar hamısı və bundan başqa hədislər, rivayətlər hamısı. Yəni vəhiy gələndə Həzrət Əli ilə birlikdə Səhnəyə çıxanda da evdə ilk dəfə qohumlarına təbliğ edəndə Həzrət Əli ilə birlikdə, hətta 2 dəfə olub da məclis. Bir dəfə səs-küy saldılar, pozdular məclisi, ikinci dəfə yenə yemək verdi. Sonra da Mədinəyə də gələndə yenə birlikdə. Məkkədə nə qədər bizim məsələn rivayətlərdə, tarixdə varımızdır. O deyir, gəldim Məkkəyə, gördüm bir nəfər namaz qılır, arxasında bir dənə qadın, bir dənə kişi, soruşdum kimdir. Abbasdan soruşdum. Bəli, kimdir dedi o. Qardaşım oğludur, o da məsələn, qardaşım oğludur, onun məsələn, xanımıdır, bu cürə bu mövzular. Yəni, dəfələrlə bizim kəlam elmində, qaid kitablarımızda burada yazılıb. Amma bunların hamısını deyək ki, Allah Teala Qədir-i-Xum o çölündə, bu gecə, yəni Pesat idi də Qədir-Xumda. Bəli, orada rəsmiləşdi. Bu qədər dediyinin pesatı idi da hamısı. Yəni, əntə munzur vəli kullu qovmun hadın fərdin. Had, yəni sən munzirsən, hidayətçi. Hidayətçi bir dənə ismi cins kimi bir şeydir, yəni ümumi məfhumdur. Hidayət eləyən. Kulli qavmda bütün qövmlərə aiddir. Bütün qövmlərə aiddir. Bəli, tək müsəlmanlara aid deyil. Və mərsəlnəkə illə və rəhmətən lil aləmin deyir də. Və mərsəlnəkə illə kaffətən lil nas. Tək bir qovma aid deyil İslam dini. Yaxşı, orada kulli qovmun had demişdi Allah Teala Quranda. Ondan çox qabaq nazil olmuşdu ayə. Burada o hidayət eləyən kimdir? Onun bir nömrəli fərdin göstərir orada Allah Teala. Bunu deyirdim. Ben bunu deyirdim, bəli. Hətta bir dənə söz buyurun. Yox, buyurun. Mövzu nədir? Orada hadisədən sonraki möminlər hamısı bilirlər də bunu. Səhv eləmirəm, müsəlman aləmində bu ayəni eşitməyən olsun ki, şeydir, mövzuda və rəzitü həmin ayədə əl-yom əkməltü ləkum dinəkum və rəzitü ləkum əl-İslamə dinə. Bu əl-filam, o özü də bilirsiniz də qrammatikada nə deməkdir? Bu İslamın, siz üçün, bu İslamın, məhz bu İslamın. Çox İslamlar çıxardacaqlar ortalığa, çox İslamlar olacaq, çox İslamlar hər hazırda. Həzrət Peyğəmbərin dövründə nə qədər mövzular çıxardırlar oxur. Məsələn, o ayə ki deyir, Qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhibbukumullah. Onlar bir din çıxartmışlar da, adını da qoymuşlar Allahı sevənlər. Peyğəmbərlə işləri yox idi. Peyğəmbərlə işləri yox idi. Allah da dedi ki, onlara denən, məni sevirlərsə, sənə məhəbbət eləsinlər, mən də onları sevirəm. İndi də vardı, indi də o ayə şamildir. İndi də şamildir. İndi deyirlər Peyğəmbər olmasın, yəni Allahın dediyi kitab olsun. Allah deyir ki, şeytanın dediyindən başqa deyil. Eyni şeytanın dediyi də, şeytan da deyirdi, Adəm olmasın, Allah mənim səndən problem yoxdur ki, mən Adəmə başayım. Vilayətdir də problem, yəni Vəliyullahın vilayəti. Orada da məsələn, o din əl-İslam, yəni mən dediyim İslam. Bundan başqa heç bir İslam biz qəbul eləmirik. İnnə dinə indəllah İslam və mən yəbtəz qeyrə İslam fələm yuqbəl mehdən. Yəni Allahın yanındakı din İslam dinidir. Kim başqa yerə yönəlsə Allah ondan qəbul eləməyəcək. Bu ayədə deyir ki, və rəzitü ləkumul İslamə din. Bu İslamın sizin üçün din olmağına razı oldum. Nur surəsinin 55-ci ayə ki, İmam Zaman əleyhissalamın barəsindədir. Vədəllahu ləzina əməni və əmlus salat gəlir orada da deyir, bir yeri var ki, deyir, bax, bu vədəni ki vermişəm salih əməl eləyənlərə, möminlərə ki, sizi yeryüzünün xəlifəsi eləyəcəm. Bunun səbəbin izah eləyəndə birinci səbəbi bu olur ki, deyir, liyuməkkinə ləhum dinəhumul ləzir təzabi. Mən sizi yeryüzünün xəlifəsi elan eləyəcəm. Yeryüzünün hakimiyyəti, canişini sizin əlinizdə olacaq. Bir, o razı qaldığım dinə neynəməyə, əməl eləməyə görə. Qədir-Xumla görün, zühurun
necə əlaqəsi var, birləşməsi var. Qədir-i-Xumda deyir, bu dinlə razı oldum. Zuhurda da deyir ki, bu zuhur ondan ötürüdür ki, İmam Zaman ondan ötürüdür ki, mənim o Qədir-i-Xumda elan elədiyim, razı qaldığım dinə sizin təmkininiz olsun, imkanınız olsun onu əmələ gətirməyə. Ona görə biz məsələn deyirik, Beysət, Qədir-i-Xum, Aşura, Zuhur. Dördü bir-birinə bağlıdır. Əlbəttə, indi onları izah elə qismət olsa bir dəfə, inşallah. O yaxşı mövzudur bu, xronoloji o. Düyünlər, düyün nöqtələr. Yəni, biz Beysət başladı, Beysət başlanğıc. Hacı, əslində üzr istəyirəm, bu bəzi ziyarətnamələrdən belə başa düşülür ki, başlanğıc xilqətin başlanğıcı iləndir. Məsələn, İmam Hüseyin salam ziyarət edirsən, deyirsən, Əssəlamu əleyki ya variti Adəmə səf. Yəni, lap əvvəldən başlayır. Seyid, o bir dənə mövzu ki, İmam Hüseyin əleyhissalamın Aşura günündə elədiyi neçə dənə xütbədən birində danışır ya, yox, Mədinədə səhv eləmirəmsə, Mədinədə o Vəli dedi, kim idi, çağırmışdı, onun məclisində deyir ki, Nəhnu əhl-i beytun nübüvvə. Biz deyir, nübüvvətin əhl-i beytiyik. Nəbinin yox. Nəbinin yox. Peyğəmbərliyin. Peyğəmbərli. Məsələn, bir var deyə, məsələn, Həzrəti Rəsulullahın. Ya da hətta bir var deyə ki, 124 min peyğəmbər. Məsələn, Nəhnu əhl-i beytül ənbiya. O da deyir. O da deyir. Nəhnu əhl-i beytün nübüvvə. Biz nübüvvətin əhl-i beytiyik. Biz nübüvvətin səmərəsiyik. Biz nübüvvətin nəticəsiyik. Yəni, imamət bütün bu nübüvvətin hamısının səmərəsidir. Biz İbrahimin, məsələn, belə götürəndə, Ululəzm peyğəmbərlərin hamısının nəslindənik. Onun əhl-i beytiyik. İmamətimiz də nədir? Onların davamıdır. Nübüvvətlərinin davamları. Hacı, bu günlərdə inşallah mübahilə günü də olacaq da, o da böyük bayramdır. Maraqlıdır ki, nübüvvətin əhl-i beyti, peyğəmbərliyin ailəsi də biraz metafiziki də anlamdaşı, mənəvi. Və maraqlıdır ki, mübahilədə də, yəni Rəsulullah sallallahu aleyhi və aleyh Nəcran məsihlərinə qarşı nifrin eləyəndə də, əgər qurban olsaydılar, bunları qurban gətirmişdi. Həzrəti Zəhra, Həzrəti Əli, Həzrəti Hüseyin, Həzrəti Hüseyin. İslamın yəni kökünün, fundamentinin, təməlinin kərpizləri bunlardır. Və mənə bir maraqlı hədis yadıma düşdü. İmam Sadiq Əleyhisselamdan da hədis. Sual verir imama ki, o Quranda ki, ayə var, 8 nəfər Allahın ərşini daşıyır. O 8 nəfər kimdir? İmam buyurur ki, o 8 nəfər Həzrəti Nuh əleyhissalamdır, Həzrəti İbrahim əleyhissalamdır, Həzrəti Musa əleyhissalam, Həzrəti İsa əleyhissalam, Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi. 5 nəfər bu. Həzrəti Əli, Həzrəti Həsən, Həzrəti Hüseyin əleyhissalam. Bu 8 nəfər. Yəni, bunlar siz nübüvvətin ailəsi. Yəni, Allah yaradanda məqsədi insanların mənəvi kamilliyidir. Mənəvi kamilliyində, fundamentində, idarə ediciliyində, o ərşin elmində bunlar qərar tuturlar. Bunlar idarə edirlər. Hətta Seyyid o ayədə ki, bir dənə siz danışanda yadıma düşdü. O ki, deyirlər İmam Hüseyin dindür, bəziləri deyir. Ona da müxtəlif formada cavablar verilib. Məsələn, din də olmasa belədir, din də olmasa belədir. Amma dindir İmam Hüseyin. Bəli, dindir. Dindir. Məsələn, Həzrəti Rəsulullah din idi, din deyirdi. Din idi, bəli. Ya gərək deyək, Həzrəti Rəsulullah da din deyir. Onu qəbul eləməyən müsəlman sayılır. Həzrəti Rəsulullah din idi. Həzrəti Rəsulullah din idisə, deməli İmam Hüseyin də dindir. Həzrəti Əli də dindir. Niyə? Nəd o əbnaəna və əbnaəkum və nisa'əna və nisa'əkum və ənfusəna və ənfusəkum. Ənfusəna kim idi? Peyğəmbər demirdi ki, mənim özümü çağıracaq. Əli əleyhissalam. Əli əleyhissalamı çağıracaq. Bax, bu ayədə dəlalət edir, bu məfhumdan ki, elə Həzrəti Rəsulullah dindirsə, bunlar da din idilər. Ya gərək deyək ki, yox, Həzrəti Rəsulullah din deyir, onda onu kim cəsarət edir deyə bilər. İslamdan çıxır. Hadi o 100%. Onu məsələn qeyri-müsəlman, qeyri-İslam deyir. Hətta qeyri-müsəlman olan bir adam elə heç dindar olmaq istəmir. Namaz qılmaq istəmir, oruc da tutmaq istəmir. Sadəcə gəlir bir araşdırıcı kimi,
araşdırır. Məsələn, nə qədər xaricdən, qərbdən səyyahlar gəlib bizim mədəniyyətimizi, yadımızı araşdırıb gediblər. Nə Azərbaycanlı olmayıblar, nə türk olmayıblar, nə namaz qılan olmayıblar. Sadəcə gedib bizim tarixi mədəniyyətimizi çatdırırlar dünyaya. Yaxşı. İndi bir adam o cürə gələ, bizim dinimizdə səyahətə gələ. Dinimizə səyahətə gəlsə, o nəticə. Hacı Bəqərə surəsinin sonuna baxsa, la nufərriqu bəynə əhədin min rusulih. Biz peyğəmbərlərin heç bir arasında fərq qoymuruq. İslam budur, əqidəmiz budur. Əqidəmiz budur. Hacı, bir məsələni də qeyd edeyim. İndi biz həmişə Qədirxumdan danışırıq. Yəni, bu bitib tükənən mövzu deyil. Amma vaxtımızı nəzərə alaraq bəzi tövsiyələr istəyəcəkdim sizdən. İndi siz bir ruhanisiz və dayı əsrin yarısından çoxun Allah yolunda təbliğə həsrləmiş, Allah köməyiniz olsun. Bu Qədirxum bayramını necə keçirsin cəmaət? Nə eləsin? Nə tövsiyəniz var? Yəni, bunun savabı nədir? Bu Qədirxumda İdullah Əkbər deyilir də, hədisdə buna Allahın ən böyük bayramı. İndi bu ən böyük bayramı necə eləsinlər ki, məsələn, bizim gəl nəslin yaddaşında qalsın? Nələr eləsinlər? Nələr tövsiyə eləyərdiniz? Ümumiyyətlə, Seyid, biraz çətin sualdır. O suala məndən yaxşı, özünüz cavab yaxşı verərdiniz. Özüm deyərəm. Deyərsin inşallah. Amma bir ideyanı yaşatmaqdan ötürü ondan özəlli istifadə, yəni barəsində belə də dərin və necə deyim də belə hər tərəfli, şaxəli düşünmək, fikirləşmək, əməl eləmək lazımdır. Əvvələn bizim yaxşılıqları yaşatmağı və pislikləri aradan aparmağımızda əhimmənin, məsumların, ondan sonra onların yanında olan mütəşərriənin üslubları var, gözəl-gözəl üslubları. Təbiidir ki, onların özünü də biz cəmaata nə eləməliyik, izah eləməliyik, çatdırmalıyıq. Bunlar, bir də, məsələn, biz bəzən işin özünü eləyə bir şeydir də, düzgün görə bilmirik. Mahiyyətini düz anlamır. Məsələn, mənim həmişə misallarım bozbaşdandır da. Elə bir, məsələn, əvvəl duzu atır qazana, sonra əti tökür, suyu tökür falan. Amma axırda duz axır. Elə bir ki, və yaxud, məsələn, töküb onların hamısını xod verib qaza, qaz fırlanır qazanın içərisinə gedir. Sonra da yiyəndə hissi yeyirsən, elə bir hissi yeyirsən. Nə olsun, bu tez qaynasın, çıxsın üstə. Amma görürsünüz, demək istəyirsiz tədricən olmalıdır. Tədricən. Allah Teala Həzrət Peyğəmbərə nə dedi? Vənzir əşirətələ kəl-əqrəbir. Əvvəl qohumlardan başla. Qohumlar. Ondan sonra dedi, elan elə. 13 ildən sonra da yox ha, 23 ildən sonra, 22 ildən sonra, 22 ilə qədər Peyğəmbərin dili ilə o qədər dedirtdi, Əli əleyhissalamın barəsində o qədər dedirtdi. Birində desən Musa, Əhl-i Beytim Nuhun gəmisi kimidir, Əhl-i Beytim göyün ulduzları kimidir, Əhl-i Beytimdən qabağa keçən zəlalətə düşəcək, Əhl-i Beytimdən geridə qalan həlak olacaq, dalda qalsın canavar yiyəcək, qabağa da geçsiniz, gedib azıb qayadan düşəcəksiniz yerə. Bunları dedirtdi, tədricən gəldi, axırda möhür vurdu, peçatı vurdu. Ona görə bu mövzuları biraz təməlli, özürlü şəkildə. Məsələn, bir ustadlardan biri var idi, deyirdi, məsələn, siz istəsəz bir dənə bayram, məsələn, sizin uşaqlarınızın zehnində qalsın, ola bilər ki, siz fikirləşəsiniz ki, mən bu günləri, məsələn, gedim nəyim var, alım, yığım, nə bilim, konfetdən, bakuşdan, nə bilim, marojnadan, dondurmadan, nə bilim, bir dənə də yekə tort, üstünə də nə yazım, aparım, elə bir dəfəlik olsun, bu uşaqlar bilsin ki, bir gün Qədirxum bayramıdır. Deyir, yox, tədricən bir dəfə gələndə, bir ovuc konfet al gətircinə, denən ki, belə şeydir, mən sadiqlarımı gətirsən evə heç soruşan olmayacaq, nə münasibəti iləndir. Deyəcək, Allah mübarək eləsin. Nə niyyətə veribsən, Allah qəbul eləsin. Deyir, tədricən əvvəl, məsələn də bir hərəsinə bir dənə konfet verirsən, deyirsən ki, məsələn, bugün bayramdır, filandır, bəsməkandır, vaxt olsun, şərait olsun. Bayaq dediyim kimi, onun elə, bacı elə, o yiyə olanda uşaqları görəndə heç onlar ataya qulaq asmayacaqlar, məsələn. Yiyəndən də sonra doyacaqlar, heç ata özü də doyacaq, söz demək halı olmayacaq. Xırda-xırda bu şeyləri insanların... Hacı, məsələn, sabah Qədirxum bayramıdır inşallah, Allah mübarəkləsin. Siz atalara, ailə başlarına tövsiyəniz nədir? Necə, öz ailələrinə necə yaşatsınlar Qədirxumu?
öz fikrinizi deyin, yəni İslamdan aldığınız əqidəvizi, fikrinizi Gərək nə yaşat, nə eləsin? gərək elə bir şey deyəm, xərc aparmasın da sonra. İldə bir dəfə də qoy xərc aparsın. Xərc aparsın, hə. Bayram əhval-ruhiyyəsi. Məsələn, Novruz bayramı olur. Onun öz folkloru var. Məsələn, yumurta döyüşməkdir, şəkəri buradır, nə bilim, nədir, səmənidir, 7 dənə sıdır filandır. İndi bu Qədirxumda məsələn bu təbii mənəvi bayramdır. Siz biraz insanlar bu bayramı tövsiyə eləyəndə həm özləri mənəvi baxımla bir şeyə hazır olmalıdırlar. Heç olmasa indi o şey necə orucluğa hazırlaşırıq. Orucluqda əməlin qədrini bilirik. Qeybəti orucluqda Allaha görə tərk eləmirik. Çox vaxt orucumuz batıl olmasın. Həm də halımız olmur. Həm halımız olmur, həm də orucumuz batıl olmasın deyə. Yenə Allaha görə olur da, acıda yenə. Hələ o dolayla olur da. Burada da məsələn biraz insan gərək özü mənəvi halda ola. Ümumiyyətlə tək Qədirxum yox, elə bütün o mənəvi dini mövzularda. Ondan sonra özü məsələn onu yaşaya, onu özündə biraz tətbiq eləyə. Ona görə bayaq o məsələn konfet falan deyir, bunlar məsələnin zahiri cəhətidir. Gərək o əsas. Amma hacı burada sizə bir etirazım olacaq da. Cəmaatın tərəfindən danışmalıyam, uşaqların tərəfindən danışmalıyam. Nə olsun zahir olanda? Və demirsiniz ki, Peyğəmbər sallallahu əleyhi və səlləm peyğəmbərliyə başlayanda yemək içmək verdi qohumlarına. Burada da ondan başlasın. Bayram keçirdin. Bizdə deyirik olsun. Amma Həzrəti Rəsulullah o məqama çatmışdı. O mənəviyyəti var idi. Vəhiy almaq dərəcəsini, özdə biz hələ Peyğəmbərin vəhiy almaq dərəcəsini, bir dəfə Beysətdə qismət olsa danışarıq da, siz özünüz qəşəng bilirsiniz ki, Peyğəmbər hansı dərəcəyə çatdı və vəhiy nə? O Allahın kəlamının əvvəli nə idi? Bilirsən, görürsən Seydməz, sən bu şeydə əl dəsmalı. İndi bu hazır buradadır, məsələn, paçkası 1 manatadır. Alır o 4-ün birdən istifadə edirik, tullayırıq. Da fikirləşmirik bu necə başa gəlir. Yaxşı. İndi Həzrəti Peyğəmbər gəlir bizə deyəndə əqimus salat və atuz zəkat. Biz şey qılarıq da məsələn 50 yaşında. Yaxşı, zəkatı da mənim özümə zəkat düşür. Mən verim zəkatı, sonra özümün pulum var zəkat verim. Pulum var zəkat vermə. Buğdan deyir, demir heç olmasa balalarım nə yeyəcək. Deyir, bə toyuğa ziyənə verəcəm. Acələsən bu yetim yesini doyuzdur. Da bilmirlər. Əqimus salat əslində o kəlmə zatında, məknunda, indəllahda nə idi? O hansı vəziyyətlərlə gəldi bu yerə çıxdı və Həzrəti Peyğəmbər də nə qədər qalxdı bu ətin qanın sümüyün içərisindən yuxarı ta onu qəbul elədi. Demək siz Qədirxum da gərək biraz dərindən baxın. Dərindən baxın. Amma hamıya öz səviyyəsində o böyük alimlərdən birinin kitabı Sirr-i Salatdadır deyəsən, deyir ki, o südəmər uşağa çörək versən, onu böyütmə əvəzini öldürəcəksən. Tutumuna görə verməlisən. Tutumuna görə. Axırda. Məsələn, yaxşı olar o mövzularda, məsələn, uşaqlar üçün sosial şəbəkələrdə nələr olsun. Yaxşı olar, məsələn, roliklar olsun. Yaxşı olar, məsələn, uşaqlar üçün o, məsələn də belə dəftərdən, kitabdan o mövzular olsun. Bunlar böyüklər üçün, böyüklərin özünün də məsələn rolikləri var da, məsələn bu şeylər olsun. Hacı sizin elə bu söhbətimiz də o maariflənmənin bir hissəsidir. Allah qəbul eləsin. Allah kömək olsun. Və əsas məsələn də o mənəvi mövzular gərək riayət olunsun. Bir dənə də sual verirəm. Vaxtımız var ya yoxdur? Var biraz vaxtımız. Hacı Peyğəmbər sallallahu əleyhi və səlləmin deyirlər, yazırlar ki, çıxışları çox qısa olub. Və çox təəssüflə qeyd eləmək lazımdır ki, məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm heç olmasa 1 il cümə namazı qılıb ya yox. O Həzrətin cümə xütbələri heç yerdə məsələn yazılmayıb, qeyd olunmayıb, ya qeyd olunub bizim xəbərimiz yoxdur, bilmirəm. Yəni bu çox maraqlı olardı da. Həzrət onlara nə danışırdı, necə olurdu. Və yazırlar ki, 5-10 dəqiqə arası olurdu, çox olmurdu. Və hətta alimlər buyururlar, əndələ İslam xütbələri uzun olub, Rəsulullahın xütbələri qısa olub. Səbəbi deyirlər, Rəsulullah konstitusiyanı açıqlayır. Əli ilə İslam isə təfərrüata varır, onun maddələrin, təbsirələri, qeydləri nasıl? İzahım verir. İndi gəlirik Qədirxuma 1 saatlıq xütbə.
Hətta alimlər deyirlər ki, biz bir kəlmə öyrənmişik ondan. Mən kuntu mevla fəadə əliyyün mevla. Mən kimin mevlasıyam, əli onun mevlası. Amma xütbə çox uzundur. Bir neçə səhifəlik xütbədir. Yeri gəlmişkən elə qardaşlardan Hacı Ərzaman mən bura çatanda dedi, yox, xütbənin müfəssəlin istəyirdi. Onu mənim də yadımdan çıxdı, inşallah. İnşallah. Vasitəyə xeyr olduğumdan da yazsın. Niyə bu qədər uzun elədi o xütbəni? Yəni bu qədər qısa danışdı. 23 ildir qısa danışır. Şəhadətinə ya vəfatına 2 ay yarım qalmış. Onu Həzrəti, baxın, o vəli kullu qovmin had mövzusu var da, sən munzirsən, hər bir qovmun hidayət eləyəni var. Həzrəti Əli əleyhissalam Qur'anın ümumi ayəsini izah eləyəndə ona bu qədər iradlar olurdu. Birdən Həzrəti Əli gəlib Qədir oxumu özü izah eləsəydi nə qədər iradlar olardı. Ona görə mən elə bilirəm ki, Həzrəti Rəsulullahın özünə vacib idi ki, onu o qədər izah eləsin. Namazı izah eləyəndə Həzrəti Əli orada müttəhim kimi görüşmürdü. Amma məsələn, mənə bir dostlardan biri dedi, Allahın o Aslanı filminə baxmışdı. Dedi, atam dedi ki, bu mən tanıdığım Həzrəti Əli deyir. Həzrəti Əli özün bu qədər tərifləməz. Mən də dedim ki, Allah Teala Quran-ı Kərimdir fəəmmə bi ni'məti rəbbikə fəhəddis. İndi başqası danışmayanda məcburdur. Ona qalanırsan, Peyğəmbər də gəlir deməməlidir. Mən məsələn Peyğəmbərəm. Yaxşı, o iradların bir də özdə axı o biri mövzuların heç birinin barəsində Peyğəmbərə deyilməmişdi. Fəinləm təfəl və mabəllaqdə risalətə. Eləməsin elə bir. Bu cür həssas deyildi də məsələ. Həssas deyildi. Ona görə mövzu fərqli mövzudur. Hətta məsələn orada o bir dənə daşın düşmək mövzusu var da. Elə onun sual verəcəkdim mən. Burada bir sualım var mənim. Bəli. Siz deyin, mən bir sual verəcəm. Məaric surəsində də səhv eləmirəm. Sələ salim və əzabın vaqi. Mən bir dəfə araşdırdım onu. Ki məsələn Peyğəmbərə o müşrik deyəndə ki, bu sənin öz sözündür, yoxsa Allah tərəfindən Haris-ül Numan idi. Haris-ül Numan, hə. Allahümme inkana azə eval həq və əmtir əleyna hizarətən. O Harisə üçün olmadı. O Peyğəmbərin özünə müşrikin demək. Haris Qədirxumda idi, yoxsa? Qədirxumda. Hə, o əsl müşrik ki demişdi onu əvvəldə. Səələ sailun və əzabın vaqi. Axı, o ayənin nüzuluna aiddir. Bəli. Yaxşı, bu ayənin şənində... Yəni, müşrik əzab istədi, olmadı. Olmadı. Amma münafiq istədi, oldu. Münafiq istədi, oldu. Özdə harda? Özdə orada. Başqa namaz, oruz məsələsində belə şey olmazdı. Belə şey olmazdı. İndi bir dənə sual çıxır ortalığa. Müşrik istəyəndə niyə oldu? Olmadı. Müsəlman münafiq istəyəndə oldu. Münafiq istəyəndə oldu. Halbuki Allah Teala Peyğəmbərə demişdi ki, və ma kunna muazzibihim və əntəfi. Bəli. Nə qədərsə onların içindəsən, biz onlara əzab verməyəcək. O müşrik istəyəndə Peyğəmbər onların içindəydi. Qədirxumda da oradaydı. Və niyə? Onda Allah ayəni maraqlı. Bu nəticəyə yetişdik ki, yəni əstəğfurullah yetişdim, biraz belə təkəbbür çıxır. Yəni adam bu təhlillərin nəticəsi belə olur ki, o müşrik onu deyəndə Peyğəmbər o müşriklərin içərisində idi, o yerdə yaşayırdı və orada da elə o günün mövzusu həll olurdu. Amma Qədirxumda baxmayaraq ki, fiziki baxımdan Peyğəmbər orada idi, amma mövzu həmin günün mövzusu deyildi. Peyğəmbər olmayan zamanın mövzusu idi. Allah Teala da Peyğəmbərə demişdi, sən bunların içərisində olanda əzab göndərim. Amma o mövzu da Peyğəmbərdən sonraya aid olan mövzu idi ki, həmin o əzab da ona gəldi orada. Hacı, bir dənə də acaba sualım var. Biraz qəribə sual olacaq. Deməli, təbliğ ayəsində, Qədirxum ayəsində belə bir mövzu keçir. Vallahu ya'asimuka minən-nas. Allah səni cəmaatdan qoruyacaq. Ətrafda müşrik yox. Məkkə fəth olunub. Ərəbistan diz çöküb İslamın məntiqinin qarşısında. Hətta Amul Vufud deyilən bir il var da, heyətlər ili. Gəlirdilər, dəstə-dəstə Peyğəmbərdən tanış olurdular, İslamdan tanış olurdular, qəbul edirdilər, rədd edirdilər, debata girirdilər. Yəni, İslam elə aktuallaşmışdı ki, ətrafda müşrikdə qalsa,
müşrikliyi ancaq öz evindəki bütünlə o tərəfə keçmirdi. Yəni tamam çökmüşdü hər şey. Buyurur Allahu yasimuka minən-nas. Allah səni cəmaatdan qoruyacaq. Belə çıxır ki, bu müsəlmanların içində olan cəmaatdır. Bu bir. Azı davamını gətirəcəm. İkinci məsələ. Həmin o ya Haris ibn Numan deyə Numan ibn Haris bilmirəm. O gəldi dedi ki, ya Resulullah bunu indi əmoğlunu mindirirsən bizim boynumuza. Nə dedin elədik? İndi də əmoğlu nəliyini mindirirsən boynumuza. Bu sənin fikrindir ya Allahın fikridir? Peyğəmbər burada Allahın fikridir. O da dedi ki, əgər Allahın fikridir, başıma daş düşsün, daş düşdü, öldü. İşim yoxdur ondan. Bu qədəri ki var ha. Yəni sənin fikrində Allahın fikridir. Hacı mənim sualım budur. Bu səhabələr 23 ildir Peyğəmbər sallallahu əleyhi və səlləm ətrafında birləşib, həmin bu Peyğəmbərin Peyğəmbər olduğunu sübut eləməyə çalışırlar. Müharibələrlə, şəhadətləri ilə, yaralanmaqları ilə, məhrumiyyətlərlə ki, bütün ətrafa, Ərəbistandan kənara sübut elədilər ki, bu Peyğəmbər daha bu özündən söz demir. Sonra da Allah'ın şək elədilər. Bu bir nəfər hardan çıxdı? Və ayədə deyir ki, bu bir nəfər deyil. Bu nasdır, bir cəmaatdır, bir cərəyandır, bir hərəkatdır. Çox maraqlıdır. İslamın kulminasiya nöqtəsində ki, Peyğəmbərin dəstəmazın suyun qoymurlar yerə düşsün. Bir nəfər o cəsarəti tapır özündə. Gəlib desin ki, sənin fikrində ya Allahın fikridir. Yəni, hələ də bu demək istəyir ki, sən öz nəfsindən əmoğluvu mindirirsən bizim belimizə, ya Allah deyib bunu. Yəni, Peyğəmbərliyində şək və şübhəsi. Hətta deyəndə ki, Allah deyib, Allahda da şək kin bəsləyir. Deyir, Allah deyibsə, əslində deməlidir, Allah deyibsə, düz istəyirəm, qələt eləmişəm. Deyibsə başıma deyir daşıyam. Deyibsə başıma da, yəni yenə də qəbul edə bilmirəm. Bu bir cərəyan idi, ya tək o adam idi? Yox, Zeyd. O heç vaxt tək adam ola bilməz. Cəsarət hardan tapır bu? Bəli, çünki əvvələn 120 min nəfər orada adam var idi. Bəli. O adam bilsə tək olsaydı, o cəsarət eləyib gəlib orada o sözü deməzdi. Bəli. Qorxardı. Qorxardı ki, bu adam. Və ikinci sübut burada budur ki, görürsünüz orada ona heç kim etiraz eləmir. Heç kəs eləmədi. Deməli, ürəyindən keçənlər çox imiş də bu mövzuda. Bəlkə də kimlərsə bunu verib qabağa, qurban elədilər. Bunu qabağa. Bir o mövzudur. Əlbəttə, bunu qeyd edeyim ha. Bizim bütün səhabələrə hörmətimiz öz yerində. Biz ünvanını danışmırıq. Hadisədən danışırıq. Bu hadisə ki, tarixdə nəql olunub, bu kişidə bu cəsarət hardandır ölümə gedəcəyə qədər. Dəstək verən var da bunun. Yəni, bu cürə. Bir dənə də mövzu budur ki, bunun İslamı düzgün yerində döyürmüş. Çünki o Peyğəmbəri ya düzgün tanımayıb, ya vəhyi düzgün qəbul eləməyib. Çünki o əgər bilməli idi, başa düşməli idi. Əgər mən ki deyirəm və əmtir, məsələn, Nəzran Məsihiləri o kişidən yaxşı başa düşmüşdü. Mübahilədə qorxdular. Mübahilədə qorxdular. Dedilər ki, bu Peyğəmbər bizim... Əgər əmin olmasaydı, ən yaxınlarını gətirməzdi. Ay, sağ ol. Amma bu başa müsəlman qorxmaz. İndi iki dənə mən deyim. Yaxşı müqayisə oldu bu. Bəli. İki dənə şey. Biri budur ki, Həzrəti Peyğəmbər ki, o qədir-ruxumda özündən sonranın məsələsini həll edirdi. O əzabın gəlməsi də dedi ki, ona aid idi. Həzrəti Rəsulullah bir də Əli əleyhissalamdan soruşur, Əli əleyhissalam ondan soruşur. Həzrəti özü birbaşa ibtidaən deyir. Deyir, Əli, sənin dövrün mənim dövrümdən çox çətin olacaq. Deyir, niyə? Deyir, mən müşriklərlə vuruşurdum, sən müsəlmanlarla vuruşatsan. Həzrəti Rəsulullahın ibarəti eyni budur. Deyir, mən Quranın tənzilində çalışırdım, sən Quranın təvilində çalışırsan. Sən deyəcəksən, mən Peyğəmbərdən belə işitdim, belə də o birisi yalandan yəni, mən Quran ayələrin Allahdan gəldiyinə görə sübut eləmək üçün döyüşürdüm. Sən isə ayələrin nə demək istədiyi barədə döyüşəcəksən. Rəhmətli Şeyx Məhəmməddən biri çox sual verdi. Allah cəmi İslam alimlərinə rəhmət eləsin. Molla Camal da bir dünyasını dəyişib. Allah onun da ruhunu şad eləsin inşallah. Yaxşı xətib idi, yaxşı Əhl-i-Beyt zakiri idi. Allah Əhl-i-Beytlə məşhur eləsin. Şeyx Məhəmmədə biri çox sual verdi. Axırda dedi ki, Şeyx, sənin bir dənə də sualım var. Onu dedi. Dedi, nə qədər sualım var, narahat olma, decinəm. Dedi, bu arxancılıq səndə hardandır? Dedi, mən o sualı düz də deməsəm, onsuz da siz bilmirsiniz. O sualın cavabı rəhmətli biraz da zarafatsın idi. Əl-Əuzubillah, belə təşbih olmasın. Həzrəti Rəsulullah nə gətirirdi, bunlar qəbul edirdi. Çünki iradları yox idi. Deyə bilmirdilər, yox bu belə deyir, bu belədir.
Məcbur idi. Məntiqin qarşısında çarəsiz. Amma Həzrəti Peyğəmbər əleyhissalam da deyir ki, mən belə iş. Mən də sahabəyəm. 5 dənə də adam gətirir. Mən də sahabəyəm. O bir dəfə bir yerdə deyir məhkəmə olunmuş, 5-6 nəfər də gəlib yalandan dururmuş cəmaatın üzünə, o haqqın üzünə. Məhkəmə deyirmiş ki, imansız şahidlər gəlsin. Yəni Sovet hökumətinin vaxtında imansız şahid. İmansız adam gətirəcək, deyəcək belə. Ona görə bir də Seyid, mənim bir şey yadıma düşdü. Bunu bir dəfə sizinlə danışanda danışmışıq. Bunu deyim, sonra görək yenə icazə versələr, tamam elərik inşallah. Verməzdir. Deməli, biz Həzrəti Musanın gəlib səhnəyə çıxmasından baxsaq, Həzrəti Musa gəlir, axır o yerə yetişir ki, sabah Fironun sahirləri ilə bu mübarizə eləmək. Böyük gündür sabah. Böyük gündür. Sabah Fironun sahirləri ilə Həzrəti Musa mübarizə edir. Sahirlər orada bir yarım saatin içərisində dönürlər, Allahı da qəbul edirlər. Musanı da qəbul edirlər. Şəhadəti, irfanı da, hər şey qəbul edir, şəhid olurlar. Hətta məsumlarımızın dilində var da, insanın taleyində deyir ki, bax gör, duranda, yuxudan duranda kafir idilər. Fironu Allah bilirlər. Gün çıxanda müsəlman oldular. Biraz keçdi, mömin oldular, biraz da keçdi, şəhadətə yetişdilər. Yaxşı, ora Həzrəti Musanın yanında gələn müsəlmanlar var idi. Yaxşı, bunlar Fironu Allah bilənlər idi. Başda sahirlər, oturanların da, orada olanların da çoxu. Həzrəti Musa tək gəlməmişdi. Bir neçə nəfər var idi, yanında gəlmişdi. Ən azından qardaşı yanında idi. Qardaşı yanında və əlavə adamlar da var idi. Onlar, Həzrəti Musa orada o möcüzəni göstərdi. Bunlar iman gətirdi, şəhid oldular. Həzrəti Musa çay aralandı, keçdilər. Həzrəti Musa gəldi, əmaliqələrə. Maidə gəldi, yemək gəldi göydən. Yox, Həzrəti İsa'dadır. Yox, yemək. Mənna və Səlva gəldi, filan. Həzrəti Musa 10 günlük gedəndən sonra bunlar gəldi. Danaya Tanrı dedi. Danaya Allah dedilər. Bu nədir? Bax, bu şəhidlərlə, həmin bu sahirlərlə bunların fərqi nə idi? Qanacaq fərqidir acıdır. Mərifət. Mərifət, haysal. Deyir, bunlar Həzrəti Musanın möcüzəsinin batinindən yapışdılar. Bunlar anda elə bir teatra gəlmişdilər. Həzrəti Musanın möcüzəsinin zahirinə baxdılar. Baxdılar, gördülər onun ki, ona oxşar bir şey. Gördülər ki, buzu oradan səs çıxardır. Dedilər ki, da elə. Ağılları gözlərində. Ayo, dedilər, heç indiyə qədər biz Musanın səsini eşitməmişik. Samirinin Allah'ını danışır. Materialist təfəkkürdür da bu. Hər şeyi materiya aid eləmək. Bax, o ki, siz buyurdunuz, Peyğəmbəri təsdiq eləmişlər, Peyğəmbərlə cihadda olmuşlar, Peyğəmbəri qəbul eləmişlər, dünyaya Peyğəmbərliyin tanıtdırmışlar. Amma burada gəlir Peyğəmbərə niyə bu sualı verir ki, özündən deyirsən, həm oğlun bizə gücünə sırmaq istəyirsən, yoxsa özdə mücahidlərin huzurunda, döyüşçülərin. Bunlar hamısı zahirə baxanlardır. Nə Peyğəmbər, Ayətullah Cavadın aminin Allah salamat eləsin. Bir dənə söz var, sizdən eşitmişəm mən belə. Deyir ki, onlar ki, İmam Hüseyin əleyhissalamın qarşısına çıxdılar Mədinədən yol boyulab, Mədinənin özündə. İmam Hüseyin əleyhissalamı hətta o dilsuzluqdan, o ürək yanmışlıqdan da dedilər ki, ya Hüseyin bəlkə getmirsən, dedi, bunlar imamət məqamını tanımamışdı heç biri. İmamət məqamını tanımamışdı, gəlib İmam Hüseyin o təklifi verirdilər. Hətta Mədinədə yol verənlərdən biri müstələmə idi məsələn. Bilmirdi imam nə deməkdir? Məqamı da. Ona görə bunlar bir dəstə adamlar Peyğəmbərin məqamını bilməyiblər. Bir dəstə bəzi adamlar da elə axıra qədər gəliblər ki, fürsət olanda deyləsinlər. Yol əysinlər, bəli. Abdullah Übey kimi məsələn. Bəli, Münafiqin surəsi gəldi. Bəli. Hacı, Allah razı olsun. Allah bayramımızı mübarək eləsin. Şükür Allaha ki, Allah bizi Əmir əl-Möminin əleyhissalamın və onun pak övladlarının sülaləsinin, imamət əhl-i beytinin, nübüvvət əhl-i beytinin vilayətində qərar verib. Allah hamımıza hidayət eləsin. Çox sağ olun və əziz tamaşaçılar, siz də sağ olun ki, bizi izlədiniz. Allah amanında qalın.